Çünki onun məhdudiyyətləri var, ona müəyyən qadağalar qoyulub və o kino dilindən çox effektiv istifadə edə bilmir. Bu effektiv kino dilindən istifadə edə bilməməyin məsələsi eyni zamanda sadə bir təsadüf. It just was an accident filmində də baş verir və bu mənə açığı yeni bir şey demədi. Bu film mənə yeni bir dünya göstərmədi. Amma təbii ki, İranda insanların yaşadıkları, məruz qaldığı, xüsusilə rejim tərəfindən onlara göstərilən təzyiqlər, onlara göstərilən əziyyətləri daha çox dialoq yolu ilə insanlara çatdırmağa çalışırdı. Mənim bəyənmədiyim məqam o idi ki, sanki bir yerdən sonra rejissor İran rejiminə demək istədiklərini zorla obrazların ağzına verir ki, bunları siz deyin və onlar vasitəsilə İran rejimini tənqid eləyir. Sanki mən bir bədii əsər yox da bir siyasi bir pritça izləyirəmmiş kimi və ya siyasi bir doktrina izləyirəmmiş kimi təəssüratı yaratdı və təbii ki, daha saf, daha sinematoqrafik əsərlər sevən insanlar üçün bu cür əsərlər biraz şirdilmiş gələ bilər ki, yəni bu qədər ehtiyac yoxdur. Amma bunu da nəzərə almaq lazımdır ki, bəzən belə filmləri dəyərləndirdikləri zaman müəllifin özünü də dəyərləndirirlər. Yəni müəllif özü nə cür mübarizə aparıb, hansı əziyyətlərdən keçib, hansı problemlərlə üzləşib və o mübarizəsini, yəni onun mübarizliyini də dəyərləndirirlər. Əgər biz Cəfər Pənahini öz mübarizliyinə görə, dönməzliyinə görə dəyərləndiririksə və bu filmi də o kontekstdə nəzərə alacağıqsa, təbii ki, bu filmə Palmador vermək olar, Qızıl Palma budağı vermək olar. Amma biz sırf heç bir kənar faktoru nəzərə almadan filmin özünü əgər ortaya qoysaq, onu müzakirə etsək, mən düşünmürəm ki, o nümayiş olunan filmlər arasında ən yaxşısı idi. Cəfər Pənahinin bəzi filmlərində Azərbaycan türkçəsindən də istifadə olunur. Bu filmdə vardı o məsələ. Bu filmdə çox maraqlı bir şəkildə onu istifadə eləyib. Orada baş qəhrəman Vahiddir. Vahid ətrafında olan hamı ilə farsça danışır. Bircə öz anası ilə Azərbaycan dilində, Azərbaycan türkçəsində danışır və sanki bir növ rejissor ana dilinin hansı olduğunu da tamaşaçıya göstərməyə çalışır. Cəfər Pənahinin bütün filmlərində var. Ümumiyyətlə Cəfər Pənahi özü də Azərbaycan türkçəsində danışa bilir. Mən düşünmürəm ki, Cəfər Pənahi Azərbaycanlıdır. Məncə Cəfər Pənahi İran mədəniyyətinin bir hissəsidir. Yəni onun filmlərində, onun ideyalarında, onun danışıqlarında ümumiyyətlə belə gördüyümüz məncə İran xəttidir. Bu da çox təbiidir. Çünki o İran vətəndaşıdır. O mədəniyyətdən bəslənir, o mədəniyyəti ekrana gətirir və o İran mədəniyyətinin bir hissəsidir. Amma öz milli kimliyini də unutmur, Azərbaycan türkçəsində hər zaman vurğular eləyir. Ümid edirəm ki, Cəfər Pənahi bizim bu podkastda da rast gəlib öz şərhini burada qeyd eləyər.